Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edin, videonu bəyənin. Bu sual güvən buraxılış imtahanında 10-cu siniflərə salınıb. Sualı səmərəli üsulla həll edək. Gəlin surətdən ortaq vuruq çıxaraq. 10 üstü 8, 10 üstü 8 hər ikisində eyni olduğuna görə ortaq vuruq kimi qarşıya çıxacaq. Qalır burada 0 tam mində 45 üstəyə gəl 0 tam mində 9. Baxırıq məxrəcə. Məxrəcdən də ortaq vuruq kimi baxırıq 10 üstü 9, 10 üstü 8. Hansı balacadır? 10 üstü mənfi 9 balacadır. Ona görə də 10 üstü mənfi 9 çıxır qarşıya. Burada qalacaq 0,9 vur 1, da 1'i yazmayaq. Üstə gəl 0,9 vur 10 üstü 1 yazaq. Niyə 10 üstü 1? Çünki bunu baxın bura vursaq üstlər toplanılacaq, 10 üstü mənfi 8 qalacaq da. Yəni buradakı ədəd alınacaq. İndi gəlin bunu sadələşdirək. 10 üstü mənfi 8-i 10 üstü mənfi 9-a bölmək lazımdır. Böləndə üstlər çıxılır, 10 üstü 1 qalacaq. Surətin qiyməti 0 tam mində 54 edər. Baxırıq məxrəcə. 0,9-u 10'a vursaq, eləyəcək 0,9. 0,9'un üstünə 0,9 gələndə 1,8 edər. İndi onu vururam 0,54 eləyər. 0,54. 0,54'ü də bölürəm 1,8'ə. Düzgün cavab olacaq 0,3, yəni D variantı.